Çörək bir dəfəlik həyatınızdan çıxartsaz və onu heç bir çörəyə yaxın olacaq karbohidrat növü ilə əvəz etməsəz, çox çətin olar sizin üçün. Birincisi, psixoemosional vəziyyətiniz mən düşünürəm ki, darmadağın olar. Çünki bədəninizə karbohidrat daxil olmasa, bir müddət sonra artıq bədəniniz və beyniniz də aclıq yaşamağa başlayacaq. Yəni çörəyi kəsirsiniz, onu qreçka ilə əvəz eləmirsiniz, bulğurla əvəz eləmirsiniz və gündəlik karbohidrat tələbatınızı demək olar ki, ödəmirsiniz. Başa düşürsünüz, çörəyi çıxartdınız. Başqa karbohidratdan istifadə edəcəksinizsə, məsələn, şirniyyat yeyəcəksinizsə və yaxud da ki, şirin çaydan, şəkərdən istifadə edəcəksinizsə, çörəyi niyə çıxardırsınız? Yazıq çörək nə edib sizə? Başa düşürsünüz? Yox, çörəyi çıxardırsınızsa da bu deməkdir ki, çörəklə birlikdə digərlərini də çıxartmaq istəyirsiniz. Əvəz edəcəksiniz başqa bir daha mürəkkəb karbohidrat quruluşuna malik məhsulla, yaxşı olacaq, əla olacaq. Yəni çörəyin həyatınızdan çıxmasını heç ümumiyyətlə heç düşünməyəcəksiniz də. Amma yox, karbohidratı ümumilikdə həyatınızdan çıxartmaq istəyirsə, bu özlüyündə problemlər yaradacaq. Həm psixoloji baxımdan, ruslar sırf deyirlər də, birdən-birə siz beyniniz çönəcək, bir də görürsünüz, xalcinikin qapısını açmışsınız, nə yediyinizi özünüz də bilmirsiniz. Kəskin karbohidrat defisitindən həmişə qaçmaq lazımdır. O deyirlər, şəkəri çıxart, nə bilim onu çıxart, bunu çıxart, olmur. Olmur. Nə qədər hər şeyi çıxardasan.